بسم الله الرحمن الرحيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على جميع الأنبياء والمرسلين والأئمة الهداة المهديين اللهم صل على محمد وآل Muhammed. Mübarək Qurban Bayramı münasibətilə başda Zəmanə İmamı İmam-ı Zaman Əccələllahu Teala fərəcəhum olmaqla bütün əzizlərimi təbrik edirəm. Allah Teala'dan ilahi təqvaya sahib olmağı və ən uca məqama, İshar məqamının ən uca məqamına yetişməyi Allah'tan istəyirəm. Bildiyiniz kimi İslamda rəsmi şəkildə 2 gün bayram qeyd olunur. Birincisi Fitr bayramı, digəri isə Qurban bayramı. Əlbəttə digər bayramlar da vardır ki, onların da özünə məxsus xüsusiyyətləri və fəzilətləri vardır. Onlar öz yerində. Amma bugün Zəmanə İmamı İmam-ı Zaman Əccələllahu Teala fərəcəhumun qeyb dövründə bayram namazı müstəhəbbi olaraq qeyd olunur, müstəhəbbi olaraq qılınır. Amma imamın zuhurundan sonra, Zəmanə İmamının zuhurundan sonra artıq bütün bəşəriyyətə vacib olacaq ki, Zəmanə İmamının imaməti ilə bu namazları yerinə yetirsinlər. Biz Allah Rəsulunun həyatına diqqət etdikdə görürük ki, Allah Rəsulu qurbanlıq günü 2 qurban kəsərdi. Biri öz niyyətinə və əhl-i beyti üçün, öz niyyəti və əhl-i beyti, digəri isə ümmətinin niyyətinə qurbanlıq edərdi. Və bu gündə əzizlər, Zəmanə İmamı İmam-ı Zaman Əccələllahu Teala fərəcəhum da öz cəddi Rəsulullah kimi qurbanlıq kəsir. Biri öz niyyəti üçün, digəri isə ümməti üçün, onun tərəfdarları, onun şiyələri, onu sevənləri üçün qurbanlıq edir. Allah Teala bu qurbanların qanının tökülməsini sevir. Yəni bu ayda, bu gündə qurban kəsilməsi və hacıların qurban kəsməsini və möminlərin bu əməli yerinə yetirməsini, qurban kəsməsini sevir. Və hər kəs ki, bu gündə azacıq ola belə qurbanlıq kəsə, qurbanlıq qeyd eləyə, qurban pay ayıra və hacılar kimi Minada qurban kəsmiş sayılır. Allah dərgahında ən böyük qurbanlıq bəndənin özünü Allahın dininə qurban verməsidir. Ən uca İsar məqamı da, ən uca qurbanlıq məqamı da budur. Bunun bariz nümunəsi biz Həzrəti İbrahim əleyhissalamda müşahidə eləmişik. Həzrəti İbrahim əleyhissalama Allah tərəfindən öz övladını qurbangaha gətirməsini və qurban etməsini əmr olundu və Həzrəti İbrahim əleyhissalam öz övladından keçərək Allahın əmrinə itaat elədi və ən böyük İsar məqamına yetişdi və ən böyük İsar məqamına əməl elədi. Və nəticədə Allah Teala onun qurbanlığını qəbul etdi və Allah Teala onun müqabilində ona qoç kəsməsini əmr etdi. Və digər cəhətdən də Həzrəti İmam Hüseyn əleyhissalam da bunun bariz nümunəsidir. Biz İmam Hüseyn əleyhissalamın həyatına diqqət etdikdə görürük ki, Həzrəti İmam Hüseyn əleyhissalam da öz əhl-i beyti ilə, öz əhl-i əyalı ilə, körpə balası ilə və öz canı ilə Kərbəlaya gəldi, qurbangaha gəldi və öz canından cəddinin dinini dirçətməsi üçün, İslam dini üçün, Allahın dini üçün özünü və ailəsini qurban verdi. Bu da İsar məqamının ən uca məqamıdır ki, ən böyük qurbanlıq məqamıdır ki, İsar məqamının ən böyük məqamına əməl etmiş oldu. Allah Müteal da Həzrəti İmam Hüseyn əleyhissalamın bu qurbanını və qurbanlarını qəbul etdi. Və nəticədə ən uca İsar məqamına İmam Hüseyn əleyhissalam əməl etmiş oldu. Bəs biz necə? Bu gündə biz Zəmanə İmamının zuhuru üçün özümüzü və ailəmizi, əhl-i beytimizi qurban verə bilərikmi?
öz canımızdan, malımızdan keçə bilərikmi? Əgər keçə biləriksə, bunu insan özündə imtahan eləyib görə bilər. Əgər bu günləri Zəmanə imamının qeyb dövründə özümüz öz canımızı və malımızı, əhli əyalımızı Allahın imamının zuhuru üçün qurban verə biləriksə, onda Zəmanə imamının zuhuru daha tezləşər və tez bir zamanda İmam-ı Zaman Əcəlallahu Teala fərəcəhum zuhur eləyər. Yox hələ bu günlər əgər biz özümüzü qurbangaha gətirə bilmiriksə, öz nəfsimizdən, öz ailəmizdən, öz maddi və mənəviyyatımızdan keçə bilmiriksə, yəni özümüzdən keçə bilmiriksə, nəticədə hələ İmam-ı Zaman Əcəlallahu Teala fərəcəhumun zuhuru təxirə düşəcək və ta o zamana kimi ki, biz özümüzü, öz əhli-əyalımızı qurbangaha gətirək və özümüzdən keçə bilək. O zaman İmam-ı Zaman Əcəlallahu Teala fərəcəhum zuhur eləyəcək. Vəssalamu aleykum və rəhmətullah.